Quran-ı Kərim bəşəriyyətə Tanrının, Allahın eşq məktubudur. Quranın hətta cəhənnəm ayələri belə. Əzab ayələri var, Quranda cəhənnəmdən danışılır. Bu da eşqin ifadəsidir. Allah demir səni yandıraram, deyir ehtiyatlı ol, yanarsan. Bu ana fəryadına bənzəyir. Anamız bizi evdən yola salanda deyərdi ki, məsələn, hər bir insan ehtiyatlı ol yolda, yol keçəndə diqqətli ol falan. Allahın cəhənnəm haqqında danışması buna bənzəyir ki, ehtiyatlı olun, yanarsınız. Allahın əmrlərinə baxırıq. Filan şeyi et, filan şeyi eləmə. Araşdırdıqda görürük ki, bunun da arxasında sevgi dayanır. Allah bizi sevdiyindən xeyir işlərə dəvət edir. Allah bizi sevdiyindən nələrisə bizə qadağan edir. Qadağalarda eşqi tapmaq, qadağalarda sevgini tapmaq. Biz ancaq Allaha nə zaman şükür edirik? Bizə nəsə verdikdə. Nəsə bugün qazandıqsa deyirik şükür Allaha. Amma Allaha o zaman da təşəkkür etməliyik ki, nə yaxşı ki, mənə filan şeyi qadağan etmirsən, deməli mənə dəyər verirsən. Varlıq aləminin sevgidən başqa bir izahı yoxdur, şərhi yoxdur, təfsiri, yozumu yoxdur. Varlıq bir filosofun deyimi ilə desək, eşq partlayışıdır. Allahın eşqi o qədər şiddətlidir ki, onun partlayışı nəticəsində yaradılış başlandı. Və bu sevgi insanı hər an əhatə edir. Təvəkkül insanın qəlbində, bilirsiniz, bax, bizə bir nəfər deyir ki, sən get, arxayın ol, mən sənin işini düzəldəcəm. Bu, insanın qüdrəti nə qədər çox olsa biz arxayın oluruq. Məsələn, körpə uşaqlara baxırıq, 2-3 yaşlı uşaqlar, səhərin ruzisinin dərdini çəkmir. Onlar düşünür ki, ata-anam var, qazanıb gətirəcək. Bir arif adamlardan biri deyir ki, bizim Allaha inanmamız o körpənin öz valideynlərinin gücünə inandığı qədər olsaydı, biz heç nədən əziyyət çəkməzdik, narahat olmazdı. İnsan bilsə ki, Allah var və onun yanındadır, ona köməkçidir. Allahın belə deyək, insanla qəsdi yoxdur. Allah bütün qüdrətini insanın ixtiyarında buraxıb və bu niyyətlə iş dalınca gedərsə onun çətinlikləri həll olunlar və birdən həll olunmazsa əgər insan yenə də ruhdan düşmür. Çünki əgər Allahın bir şeyə gücü çatırsa, bax ki xüsusiyyət, Allah məni sevir. Məni məndən çox sevir və bu işi görməyə gücü çatır və etmirsə, deməli orada nəsə ziyan var, zərər var. Və onunla insan razılıq məqamına çatır ki, insan düşünür ki, əgər Allahın qüdrətinin qarşısında heç nə dayana bilməz. Mənim bir çətinliyim var, tutaq ki, Allahın onu həll etməsi çox asandır. Quranda Allah buyurur ki, Allah hər şeyə qadirdir. Və digər tərəfdən, qüdrət olsaydı, sevgi olmasaydı, biz tərəddüdə düşərdik. Həmin Allah məni sevir də. Sevir və gücü çatırsa, niyə etmir? Etmir, deməli, məsləhətim deyil. Deməli, orada mənim üçün bir zərər var. Bax, bunun nəticəsində də razılıq xüsusiyyəti yaranır və belə insanlar pozitiv insanlardır. Heç zaman bədbinliyə qapılmır.